Çox dərəcəli olaraq Yasamal rayonunda 2 saylı tibb kollecinə yaxın 3 otaqlı mənzil uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki həm Şərifzadə, həm də 2 saylı tibb kolleci ilə arasında təxminən 200-300 metr məsafədə yerləşir. Və bununla bərabər binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Məhəmməd Xiyabani, həm də Dadaş Bünyasadi küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağında da çox yaxın bir binada yerləşir. Ümumi sahəsi 130 kvadratdır, 3 otaqlı studiya tipli bir mənzildir, tam əşyalı olaraq kirayə verilir. Ailə olmaq şərti ilə uzun müddətli. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Həm Məhəmməd Xiyabani, həm də Dadaş Bünyasadi küçəsinin kəsişməsində yerləşən yeni inşa olunmuş hündür mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 130 kvadrat olan 3 otaq studiya tipli və tam əşyalı bir mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına və həmçinin inşaatçılar və 20 yanvar metrosuna piyada 10 dəqiqəlik məsafədə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 700 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.